fikirləşmisiniz ki, sosial mediada etdiyiniz o adi, sadə bir klik əslində bütün bir cəmiyyətin, bir məktəbin ab-havasını necə dəyişə bilər? Gəlin bugün məhz o kiçik hərəkətin arxasındakı böyük gücü birlikdə kəşf edək. Yəqin ki, gündə neçə dəfə bəyən düyməsinə bastığımızı heç saymırıq da, bəlkə də yüzlərlə dəfə. Amma gəlin bir anlıq dayanıb düşünək. Bu sadəcə bir vərdişdir, yoxsa bunun arxasında daha dərin bir məna var? Cavab çox maraqlıdır. Bu sadəcə barmağımızın bir hərəkəti, bir klik deyil. Bu əslində bizim icmamıza göndərdiyimiz bir enerji dalğasıdır. Gəlin bu enerjinin necə hərəkət etdiyini addım-addım izləyək. Hər şey bir kliklə başlayır, amma onun o gizli gücü nədədir? Gəlin o potensialı birlikdə üzə çıxaraq. Baxın, hər bəyənmə, hər paylaşım əslində bizim ümumi enerjimizə qoyduğumuz bir investisiyadır. Bunlar elə-belə, rəqəmsal boşluqda itib batan siqnallar deyil, əsla. Bunlar məktəbimizin divarlarını isidən, ab-havasını yaxşılaşdıran real bir qüvvədir. Bütün bu prosesin tam mərkəzində dayanan bir konsepsiya var. Biz buna pozitiv enerji dövriyyəsi deyirik və bu, hər şeyin necə işlədiyini izah edən əsas açardır. İdeya əslində çox sadədir. Siz müsbət bir hadisəni paylaşanda, o sanki böyüyür, güclənir və bir bumerang kimi, amma daha da böyük bir enerji ilə sizə geri dönür. Bu, bir növ sosial kartopu effektinə bənzəyir. Bu, boş bir fəlsəfə deyil, ha? Bu, demək olar ki, fizikanın qanunlarına bənzəyir. Enerji heç vaxt itmir, sadəcə formasını dəyişir. Bax, bizim kliklərimiz də məhz bu enerjini hərəkətə gətirir və onu fərqli, daha güclü bir formada bizə qaytarır. Baxın, bu dövriyyə necə işləyir? Gəlin addım-addım baxaq. Hər şey məktəbdəki gözəl, müsbət bir hadisə ilə başlayır. Sonra bu hekayə sosial mediada paylaşılır. Bax, 3-cü addımda siz, yəni bizim ictimamız, bir kliklə bu prosesə qoşulursunuz. Və nəticədə 4-cü addımda o enerji bizə motivasiya və nüfuz şəklində geri qayıdır. Görürsünüz, sizin o bir klikiniz bu zəncirin ən vacib halqalarından biridir. Yaxşı. Bəs bütün bunların konkret nəticəsi nədir? Yəni, hər bir klik bizə və məktəbimizə nə qazandırır? Gəlin bu faydalara daha yaxından nəzər salaq. Gəlin bu 4 əsas faydaya diqqət yetirək. Birincisi, nüfuzumuz artır. Daha çox insan bizi tanıyır. İkincisi, bu müəllimlərimiz və şagirdlərimiz üçün inanılmaz bir motivasiya mənbəyidir. Üçüncüsü, valideynlərlə aramızdakı o vacib etimadı daha da gücləndirir. Və nəhayət, komanda ruhunu artırır. Çünki bir həmkarın sənin paylaşımını bəyənməsi, sanki mən səninləyəm, afərin deməsidir. Bu təsir sadəcə bir nöqtədə qalmır. Əsla. O sanki bir domino daşı kimidir. Birini itələyirsən, o da o birini və beləcə zəncirvari bir reaksiya başlayır. Gəlin baxaq bu domino effekti necə işə düşür. Hər şeyin əsasında bu sadə düstur dayanır. Təsir bərabərdir, əks təsir. Sizin o bir klikiniz var ha, o təsirdir. Ondan sonra yayılan o gözəl müsbət enerji isə onun əks təsiri. Və ilk domino daşı aşır. Hər şey çox sadə bir hərəkətlə başlayır. Bir müəllim öz uğurunu paylaşır. Bax, bu o ilk toxunuşdur. Və ikinci domino daşı, o ilk hərəkətin enerjisi məktəbin divarlarını aşaraq birbaşa icmamıza çatır. Bir valideyn bunu görür, sevinir və özünü bu uğurun bir hissəsi kimi hiss edir. Zəncir davam edir. Və nəhayət, dövriyyə tamamlanır. O müsbət enerji dalğası daha da güclənərək geri qayıdır və bütün məktəbin mühitini daha da möhkəmləndirir. Baxın, bu elə-belə bir reklam deyil, bu sağlam bir emosional atmosferin qurulması deməkdir. Yaxşı, bəs bu zəncirvari reaksiyalar təkrar-təkrar baş verəndə nə olur? O zaman bu artıq tək bir hərəkət olmaqdan çıxır. Bu bizim mədəniyyətimizə çevrilir. Bax, buradakı fərqi anlamaq çox vacibdir. Bizim etdiyimiz müvəqqəti bir kampaniya deyil, bu formalaşdırdığımız bir mədəniyyətdir. Bu rəqəmlərlə ölçülən bir göstərici deyil, bu canlı bir enerji dövriyyəsidir. Məqsədimiz bu düşüncə tərzini gündəlik vərdişimizə çevirməkdir. Odur ki, yadda saxlamalı olduğumuz ən əsas fikir budur, bir klik, bəli, sadəcə bir klik böyük bir enerji yaradır. Bu kiçik hərəkətin gücünü heç vaxt kiçik görməyək. Hamımız birlikdə daha güclüyük. Növbəti dəfə məktəbimizlə bağlı bir paylaşım görəndə, unutmayın ki, sizin o bir klikiniz sadəcə bir rəqəm deyil.
O, bizim ortaq hekayəmizin, bizim uğurumuzun bir parçasıdır. Gəlin bu hekayəni birlikdə daha da güclü edək.